Quba xanlığı Telegram kanalından maraqlı fakt. Deməli, Dərbənd şəhərinin yaxınlığında Məmmədqala qəsəbəsi var. Sizə oradan danışaq. Çünki orada Quba izi var, Qubalıların izi var. Əsl adı Xan Məhəmmədqala olub. Gavduşan hadisələri illərində Fətəli xanın Dağıstanda düşmənləri baş qaldırmışdı. Dağıstan feodal hökmdarları Fətəli xanın yüksəlişi və onun hakimiyyətinin sərhədlərinin genişlənməsi ilə barışmaq istəmirdilər. Rus qoşunlarının getməsi ilə onların arasında yenidən çəkişmələr başladı. Beləliklə, bu dövrdə Usmi Əmir Həmzə ilə düşmənçilik edən Quba xanı, Usminin cəsur qardaşı oğlu Xan Məhəmmədi özünə müttəfiq etdi. Onun üçün Dərbəndin şimalında qala tikdirdi, kənd saldı, iqamətgah qurdu və buranın adını Xan Məhəmmədqala qoydu. Mirzə Həsən Əl-Qədari yazır ki, xan Qubadan 100 rəiyyət ailəsini bu kəndə köçürdü. Xan Məhəmməd bəy cəsur mübarizəsi ilə Usmi Əmir Həmzəyə ağır zərbələr endirdi. Semenov Tianşanski yazır ki, 1775-ci ili Xan Məhəmmədqala qəsəbəsinin yaranma vaxtı hesab etmək olar. Fatimat Taxnayeva qeyd edir ki, Xan Məhəmmədqalanın adına ilk dəfə General Yermolov və Pestelin 1818-ci ilin 16 noyabrına aid rəsmi hərbi yazışmalarında rast gəlinir. Beləliklə, Dağıstanda yerləşən Qubadan xəbərimiz olsun, Məmmədqaladan. Hazırda oranın əhalisi əsasən 1950-60-cı illərdə oraya köçürülmüş darginlər və köklü Azərbaycanlılardan təşkil olunub. Poster fotosu isə tərəfimizdən süni intellektin tətbiqi ilə hazırlanıb.